Salam əziz abituriyentlər. Bugün mən sizə oksidaşma reduksiya reaksiyalarının tənlikləri testinin izahını verəcəm. Birinci sualdan başlayaq. Oksidaşma reduksiya reaksiyası deyil. Deməli, reaksiyada element atomu oksidaşma dərəcəsini dəyişərsə, bu reaksiya oksidaşma reduksiya reaksiyası sayılır. Yox, orada dəyişən element atomu yoxsa oksidaşma dərəcəsinin, bu zaman oksidaşma reduksiya reaksiyası deyil deyirik. Məsələn, A variantında burada oksigen də karbon da dəyişir. Oksigen sıfırdan -2-yə gəlir, karbon müsbət 2-dən müsbət 4-ə. Yəni dəyişir oksidaşma reduksiya reaksiyası da. Ümumiyyətlə, bəsit maddə olan reaksiyalarda heç burada vaxt itirməyə ehtiyac yoxdur. Məsələn, klor, oksigen, burada bəsit maddələrdir. A variantında oksigen edir. Bunlar deməli oksidaşma reduksiya reaksiyasıdır. Çünki mütləq dəyişən var orada. İndi digərlərində də baxırıq. D variantı da oksidaşma reduksiya reaksiyası olacaq. Çünki burada dəmir OH2-dir, burada OH3-dür. Buradan görülür ki, dəmirin validliyi dəyişir. Müsbət 2-dən müsbət 3-ə gəlir. Həmçinin oksigen də -1, -2. Deməli, bu da oksidaşma reduksiya reaksiyası sayılır. Amma Y variantında baxırıq ki, azot -3, burada da -3-dür, karbon müsbət 4, müsbət 4, heç bir element dəyişmir. Deməli, Y variantı oksidaşma reduksiya reaksiyası deyil. İkinci sualda da yenə oksidaşma reduksiya reaksiyasının tənliyini göstərin. Yəni, burada cavabımız B variantı olacaq. Çünki oksigen -2-dən gəlir 0-a. Xlor müsbət 5-dən gəlir -1-ə. Dəyişən varsa, oksidaşma dərəcəsində dəyişən varsa, deməli oksidaşma reduksiya reaksiyası. Yox, ümumiyyətlə, heç bir element dəyişmirsə, onda deyil. Üçüncü sualda da oksidaşma reduksiya reaksiyalarını göstərin. Deməli, burada azot baxırıq ki, müsbət 4-dən müsbət 5 və müsbət 2-yə gəlib. Bir azot, yəni birindən bir oksidaşma dərəcəsindən ikisinə keçib. 4-dən həm 5-ə, həm də 2-yə. Nəsə, yəni dəyişikmi? Bəli. Deməli, biri götürürük. İkincidə azot NH4-də -3-dür, NO3-də müsbət 5-dir, N2O-da da müsbət 1-dir. Bəli, bu da dəyişib. Ancaq azotlar dəyişib burada da. Üçüncüdə isə heç bir element dəyişmir. Bax, karbonu tapsaq burada da müsbət 4, burada da müsbət 4. Tapmaq qaydasını bilirik də. Artıq mən o tapmağa vaxt sərf eləməyəcəm. Yəni, birbaşa oksidaşma dərəcələrini qeyd edəcəm. Çünki bunu digər, məsələn, oksidaşma ilə bağlı suallarda da məsəl üçün demişik. Deməli, üçüncüdə dəyişən olmadığına görə, burada da karbon müsbət 4-dür, natrium da dəyişmir. Ona görə oksidaşma reduksiya reaksiyası deyil üçüncü. Amma 1-lə 2 uyğundur. Y variantı. Dörddə də yenə oksidaşma reduksiya reaksiyasının tipini müəyyən edin. Deməli, burada dəyişənlər azot müsbət 5-dən gəlir müsbət 3-ə, oksigen -2-dən gəlir 0-a. Burada dəyişən elementləri həm oksidaşdırıcı, həm reduksiyacı eyni bir molekulun daxilindədir. Ona görə buna molekul daxili oksidaşma reduksiya reaksiyası deyirik. Yəni, yalnız bir C variantı. Yəni, bunu ümumiyyətlə oksidaşma reduksiya reaksiyalarının 4 tipi var. Molekul daxil bu şəkildə olur. Yəni, ümumiyyətlə molekul daxilini parçalanma reaksiyalarında axtarın həmişə. Amma hər parçalanma da molekul daxilidir deyə bilmərik də. Ola bilər ki, parçalanma var, heç orada element oksidaşma dərəcəsini dəyişməz. Və yaxud ola bilər ki, parçalanma var. Məsəl üçün, bir dənə 3-cü sualın 2-ci reaksiyasına baxın. Parçalanmadır. Amma əksi öz-özünədir. 2 oksidaşma dərəcəsindən birinə gəlir, eyni element dəyişir. Eyni element dəyişməsə, parçalanma olsa və dəyişən atomlar varsa, deməli bu olur molekul daxili. Molekullar arası ayrı-ayrı molekullarda olur oksidaşdırıcı və reduksiyacı. Öz-özünə, məsələn, 3-cü sualın 1-ci reaksiyasında azot 1-dən həm 5-ə, həm 2-yə gəlir. Daha doğrusu 4-dən həm 5-ə, 4 yazmışam, bir oxşatdım. Həm 2-yə gəlir, bu öz-özünədir. İkinci isə əks öz-özünədir. Buradakı ikinci reaksiya ikisindən birindən gəlir. Burada eyni element dəyişir. Öz-özünə ilə əks öz-özünə də. Öz-özünəyə disproporsiya, əks öz-özünə isə konmutasiya deyirik. Deməli, 4-də olacaq yalnız 1. 5-də deyir ki, oksidaşdırıcının aldığı elektronların sayını müəyyən edin. Deməli, burada oksidaşdırıcı hansıdır? Baxaq, azot -3-dən gəlir müsbət 2-yə. Deməli, azot oksidləşir, amma reduksiyacıdır. Oksigen isə 0-dan gəlir -2-yə. Reduksiya olunur, oksidaşdırıcı. Deməli, oksigendən söhbət gedir burada. Oksidaşdırıcı, yəni oksigendir. İndi bir oksigen, yazıram lövhədə. Bir oksigen 0-dan gələndə -2-yə 2 elektron qəbul edir. Bizim də oksigenimiz ümumilikdə 5 dəfə 2-nin 10 oksigen var. Hamısı da -2 gəlir. Buradakı oksigendə, o birisi oksigendə. Hər iki maddədə oksigen -2-dir. Deməli, 10 oksigen 10-u da -2-yə keçib. Yəni, biri 2 elektron qəbul edəndə 2-ni vururuq 10-a, olacaq 20 elektron.
20 elektron qəbul olunur burada. Yəni aldığı elektron sayı olacaq 20. 20 D variantı. Bu dəfə həmin reaksiyada 6-cı sualda verdiyi elektronların sayını deyil, müəyyən edin. Onsuz da belə deyək də, reaksiyada aldığı və verdiyi elektronlar, yəni burada reduksiya edicinin verdiyi, oksidaşdiricinin aldığı elektronlar eyni olmalıdır, sayı bir-birinə bərabər olmalıdır, eyni reaksiyadsa. İndi həmin reaksiyada bayaq oksidaşdiricinin aldığı 20 isə reduksiya edicinin verdiyi 20 olacaq, 20-ni götürdük. Amma bunu gəlin indi özümüz müəyyən edək. Burada da 6-cı sualda reduksiya edici azotdur, -3-dən gəlir müsbət 2-yə. Azotda gələn -3-dən müsbət 2-yə keçsə, -5 elektron, 1 azot 5 elektron verir. Bizim də 4 azotumuz var. 4-ü də vururuq 5-ə, bu da eləyəcək 20 elektron. Həqiqətən bu 20-ni bu tərəfdən də hesablayıb ala bilirik. Yəni. 7-ci suala baxaq. Deyir, hansı sxem üzrə gedən reaksiyalarda qarışqa turşusu reduksiya edicidir? Yəni, reaksiyaları tamamlayaq. Buradan alınır deməli CO2, H2O plus gümüş. İkincidən alınacaq HCOO, C2H5 plus su. Üçüncüdən HCOO, natrium plus H2. Deməli, burada üçüncüdə heç baxım dəqiqə nə edir? Qarışqa turşusu reduksiya edicidir. Reduksiya edici deyirsə, əvvəlcə elə bir oksidaşma dərəcəsinin hansı ki dəyişir, baxaq ona. Birinci maddədə karbon müsbət 2-dir. Müsbət 2-dir. CO2-də isə müsbət 4-dür. Karbon oksidləşdi. Onda reduksiya edici oldu. Onda qarışqa turşusu reduksiya edicidir deyə bilərik. Əgər içindəki element atomu hal-hazırda burada oksidləşirsə, reduksiya edici olur. Reduksiya edici olanda opşi maddəyə deyirik ki, həmin o maddə reduksiya edicidir. Biri götürdük. İkincidə dəyişməyəcək. Necə? Yəni, burada bu qalıqlar turşudan OH qrupu, spirtdən H bir-birinə birləşib, həmin karbonlar, burada həmin karbon, buradakı karbon eynidir. Buradakı sağdakı karbon, soldakı karbon eyni oksidaşma dərəcəsi malikdir. Ona görə dəyişmir burada. İkincini götürmürük. Üçüncüdə dəyişən element burada qarışqa turşusunun içində dəyişən element hidrogendir ki, müsbət 1-dən gəlib 0-a. Onda reduksiya olunur və oksidaşdirici olur. Bu reaksiyada qarışqa turşusu oksidaşdirici xassiyyət göstərir. Ona görə deməli üçüncünü götürmürük. Cavabımız yalnız bir A variantı. 8-ci sualda isə qarışqa turşusu oksidaşdiricidir deyir bu dəfə. Yəni reduksiya olunsun. Baxaq, bayaq nə deyirdi? Reduksiya edicidir. İndi reduksiya olunsun, oksidaşdirici olsun. Elə üçüncü bayaqçı reaksiyada dedik ki, oksidaşdiricidir. Çünki HCOO, natrium plus H2 alınır. Dedik, hidrogen burada müsbət 1-dən 0-a gəlir. Reduksiya olunur, olur oksidaşdirici. Digər reaksiyalarda ikincidə alınır CO plus su. Karbon burada müsbət 2-dən müsbət 2. Heç dəyişmir. Dəyişmir. Ümumiyyətlə, burada oksidaşma reduksiya reaksiyası deyil. İkincini götürmürük. Birincidə də alınacaq deməli CO2, sonra mis2O, bir də su. Burada deməli hansı elementlər dəyişir? Karbon müsbət 2-dən müsbət 4-ə gəlir. Bir də mis dəyişir. İndi biz qarışqa turşusu üzərində baxırıq. Qarışqa turşusunda karbon oksidləşir, reduksiya edici olur. Yəni burada da birincidə reduksiya edici. Biz oksidaşdirici axtarırıq. Cavabımız yalnız 3. Y variantı. 9-cu sualda deyir, həm birləşmə, həm də oksidaşma reduksiya reaksiyasının tənliyini göstərin. Deməli, A variantında kalium OH plus H2 birləşmə deyil. B-də H3PO4 birləşmədə, amma fosfor müsbət 5, müsbət 5 heç nə dəyişməyib. Həm birləşmə olmalıdır, həm də içində element atomu oksidaşma dərəcəsini dəyişməlidir. C variantında alınır dəmir OH3, elə budur. Elə C variantı. Həm birləşmədir, bir maddə alınır. Həm də dəmir burada 2-dən 3-ə gəlir. Oksigen 0-dan gəlir -2. Yəni dəyişir də. Oksidaşma reduksiya reaksiyası. Ona görə cavabımız C-dir. Ola bilər, məsələn, yenə oksidaşma. D-də birləşir, kalsium hidrokarbonat alınır. Amma oksidaşma reduksiyası deyil. Y-də də oksidaşma reduksiya reaksiyasıdır, amma birləşmə deyil. Çünki buradan 3 dənə maddə əmələ gələcək. 9-un Y variantına söhbət gedir. Sonra gələk 10-cu suala. Deyir, hansı reaksiyalarda karbon monoksid oksidaşır? Deməli, karbon monoksid, burada karbon müsbət 2-dən gəlir, yenə müsbət 2. Oksigen də -2, -2 dəyişmir.
Yəni təkcə karbona baxmırıq da. Karbon monoksid CO-dur. CO-nun içində karbon da var, oksigen də var. İkisinə də baxmalıyıq. Dəyişmir. Birincidə ümumiyyətlə dəyişən yoxdur. İkincidə müsbət 2-dən gəlir, müsbət 4-ə oksidləşir. Bəli, oksidləşir. 2-dən 4-ə yəni elektron verir, müsbət yükləri də üstünə gəlir. Bəli, ikincini götürürük. Doğrudur. Burada da müsbət 2-dən müsbət 4-ə gəlir. Burada da 3-ü də götürürük. Eyni qaydada hər ikisinə karbon oksidləşir. Ona görə karbon monoksid ümumilikdə oksidləşir deyə bilərik. Cavab 2-3 C variantı. 11-ci sualdır. Hansı reaksiyada silisium reduksiya olunur? Yəni üstü azalsında sıfırla, hal-hazırda sıfırla girir hamısında. Amma sıfırdan kiçik, mənfiyə keçsin. Baxaq görək. Əlbəttə ki, cavabımız burada Y variantı olacaq. Çünki metallarla birləşmələrində metal müsbət 2-dir, silisium mənfi 4-dür burada. Deməli, reduksiya olundu, üstü azaldı, elektron qəbul elədi. Yəni burada silisium 4 elektron aldı, mənfi 4-ə keçdi. Sonra 12-də deyir, hansı reaksiyada xlor turşusu oksidləşdiricidir? Xlor turşusu H-xlor. Yəni oksidləşdiricidir deyirsə, onun içində ya hidrogen, ya xlor özü oksidləşdirici xassəsi göstərməlidir. Yəni həm hidrogenə baxacaq, həm xlora. A variantında hidrogen müsbət 1-dən gəlib 0-a reduksiya olunur. Ona görə elə A variantı oksidləşdirici xassəsi göstərir. Elə cavabımız budur. Deməli H-xlorda H 1-dən 0-a gəldi, reduksiya olundu. Ona görə oksidləşdirici oldu. Gələk B variantına. Daha doğrusu da B variantına baxma ehtiyac yoxdur da. A variantını tapmışıq. Digərlərində görəcəksiniz ki, ya dəyişmir. Məsələn, B-də elə baxsaq, müsbət 1, hidrogen müsbət 1, xlora da baxırıq. Mənfi 1, mənfi 1. Dəyişəni yoxdur. İndi məsəl üçün C-də dəyişən var. Xlor mənfi 1, H-xlorun içində xlora da baxırıq da. Mənfi 1-dən 0-a. O oksidləşir, amma reduksiya edici olur. Biz oksidləşdirici axtarırıq. Elə cavabımız A-dır. 13-cü sualda deyir ki, hansı reaksiyada karbon oksidləşdiricidir? Yəni reduksiya olunsun, üstü azalsın. Müsbət 4-dən gəlib 0-a. Elə budur da. 4-dən 0-a reduksiya olunur, olur oksidləşdirici. A variantı. Məsələn, müsbət 4, müsbət 4 B-də dəyişmir. Yenə 4, 4 C-də dəyişmir. Burada 0-dan gəlir 2-yə. Oksidləşir, reduksiya edici olur. 0-dan gəlir 4-ə. Oksidləşir, reduksiya edici olur. Deməli, cavabımız A variantıdır. 14-də deyir, hansı reaksiyada hidrogen oksidləşdiricidir? Yəni reduksiya olunsun, azalsın üstü. Elə A variantı olacaq. Çünki 0-dan gəlir mənfi 1-ə. Metallarla mənfi göstərir axı. Reduksiya olunur, olur oksidləşdirici. Digərlərində üstü ya artır, ya dəyişmir. 0-dan müsbət 1-ə. 0-dan müsbət 1-ə artdı. Yenə 0-dan 1-ə, 0-dan 1-ə hamısında elədir. 15-ci sualda deyir, reaksiya tənliyində oksidləşdiricini və reduksiya edicini göstərir. Azot mənfi 3-dən gəlir 0-a. Mis də müsbət 2-dən gəlir 0-a. Azot üstü artır, oksidləşir, reduksiya edici olur. Ona görə reduksiya edici NH3. Mis 2-dən 0-a gəlir, üstü azalır, reduksiya olunur, oksidləşdirici olur. Oksidləşdirici də misol. Mis demək də sadəcə misol. Soldakı maddəni bütöv götürürük. Deməli, oksidləşdirici misoldur. Belə, indi olacaq miso NH3. Cavabımız olacaq C variantı. Eyni qaydada 16-cı sualda yenə azot müsbət 4-dən müsbət 2-yə gəlir, kükürt müsbət 4-dən müsbət 6-ya gəlir. Azot 4-dən 2 üstü azalır, reduksiya olunur, olur oksidləşdirici. Oksidləşdirici sol tərəfdəki azotda NO2-də yerləşir də, deyirik oksidləşdirici NO2. Sonra deməli reduksiya edici də kükürt olacaq, çünki kükürt 4-dən 6-ya gəlir, oksidləşir, üstü artır, oksidləşir. Onda reduksiya edici olur, yəni SO2. Soldakılara edici deyəndə soldakılara baxır. Məhsul axtaranda sağa baxırıq. Deməli, NO2, SO2. Elə cavabımız A variantı. 17-ci sualda deyir, hansı reaksiya oksidləşmə reduksiya tipli deyil? Dəyişən olmasın içində. A variantında bəsit maddə var, görürsünüz. Dəyişir. Bəsit olanlar demişik, dəyişir mütləq. Y-də bəsit var, C-də bəsit var. İndi B ilə D-yə də baxmalıyıq, görək hansı yoğundur, hansı yoğun deyil. B yenə oksidləşmə reduksiya tiplidir. Çünki burada azot müsbət 4-dən həm müsbət 5-ə, həm də müsbət 3-ə gəlir. Amma D variantında heç bir element dəyişmir. Solda da karbon mənfi 4-dür, CH4-də də mənfi 4-dür. Alüminium solda da 3-dür, sağdadır. Yəni cavabımız D variantıdır. 18-ci sualda deyir ki, reaksiyanı verib, D reaksiyasında hansı elementlərin atomları oksidləşir? Burada deməli 3 element oksidləşmə dərəcəsini dəyişəcək. Biri azotdur, müsbət 5-dən gəlir 0-a. Biri kükürtdür, 0-dan gəlir mənfi 2-yə. Biri də karbondur, 0-dan müsbət 4-dən. Oksidləşir deyirsə üstü artsın.
Üstü artsın. Baxın, azot 5-dən 0-a azalır. Demək, azot reduksiya olunur. Kür 0-dan -2 azalır. Demək, reduksiya olunur. Amma karbon 0-dan 4-ə artırsa, karbon oksidləşir. Yalnız karbon olacaq cavabımız A variantı. 19-cu suala deyir, hansı reaksiyada H-xlor reduksiya edicidir? Baxaq. Yəni, H-xlor reduksiya edici deyəndə, orada içində ya hidrogen, ya da xlor, hər hansı biri reduksiya edici xassəyə göstərərsə, biz H-xlor reduksiya edicidir deyərik. A variantında ümumiyyətlə heç bir element oksidaşma dərəcəsini dəyişmir. B-də hidrogen müsbət 1-dən 0-a gəlir, reduksiya olunur, onda H-xlor oksidaşdırıcı olur. C-də yenə heç bir element dəyişmir. D-də burada dəyişən xlordur, -1-dən 0-a gəlir, oksidləşir, olur reduksiya edici. Bəli, burada xlor reduksiya edici xassəyə göstərdiyinə görə H-xlor reduksiya edicidir deyirik D variantı. Y-də hidrogen müsbət 1-dən gəlib 0-a, reduksiya olunub, oksidaşdırıcı olub. Deməli, cavabımız D variantı. 20-ci sualda deyir ki, reaksiyası üçün doğru olmayan ifadələri göstərin. Deməli, bu reaksiyada əmsalda yazılıb. Bizim düşürdüyümüz müsbət 6-dan gəlib müsbət 4-ə. Bir də mis dəyişib. Bizə söhbət sulfatdan gedir. Ona görə kürdə baxıram. Deyir, 1 mol HCSO4 duzun alınmasına sərf olunur. Bir də fikir verirsiniz, bizim 2 mol sulfatımız var, HCSO4'ümüz var. Onun biri duzun içindədir, 1 mol. Biri də reduksiya olunub, 4-ə gəlir. Yəni, bu o demək ki, bizim 2 mol sulfat turşumuzun 1 molu duzun almasına sərf olunub, 1 molu da reduksiya olunub. 6-dan 4-ə gələn reduksiya olunur da. 1 mol sulfat duzun almasına sərf olunur, doğrudur, götürümlük, səhv istəyir bizdən. Üçüncüdə də 1 mol sulfat reduksiya olunur, bu da doğrudur, bunu da götürümlük. Deməli, cavabımız olacaq burada. Bizə deyir 2 mol sulfat duzun almasına sərf olunur. Axı, ikisi də sərf olunmayıb duzun almasına. Biri duzun almasına sərf olunub, biri reduksiya olunub. Ona görə ikinci doğru deyil, yanlışdır. Cavabımız da olacaq D variantı. 21-ci sualda deyir, reaksiya üçün doğru olan ifadələri göstərin. Burada deməli, xlor 0-dan gəlib -1-ə, həm də müsbət 1-ə. Deyir, xlorlu su alınır. Bəli, bu reaksiyanın da halogen dərsini keçən bilir. Bilir ki, xlorun su ilə reaksiyası adi şəraitdə gedərsə, buradan H-xlor alınır və buna xlorlu su qarışığı deyilir. Bəli, bir doğrudur. Sonra ikincide oksidaşma reduksiya reaksiyası, deməli dəyişən var. Burada xlor görürük ki, xlor 2 dəfə dəyişir. 0-dan həm -1-ə gəlir, həm müsbət 1-ə. Hətta öz-özünə oksidaşma reduksiya reaksiyasıdır, yəni disproporsiya. İkincidə doğrudur. Oksidaşdırıcı və reduksiya edici müxtəlif elementlər. Xeyr, eyni element. Ancaq xlor dəyişir burada. Ona görə 3 yanlışdır. Doğru cavab 1-2-B variantı. 22-ci sualda da reaksiyanı veribdir. Doğru olmayan ifadələri müəyyən edin. Xlor ləhəngi alınır. Deməli, doğru olmayandır. Xlor ləhəngi alınır, doğrudur. Deməli, biri yanlışdır. Yəni, biri götürməyəcək də bizə yanlış cavablar lazımdır. Doğrular silək. Molekullar arası oksidaşma reduksiya reaksiyası. Deməli, burada dəyişən nədir? Xlordur. 0-dan -1-ə, bir də müsbət 1-ə gəlir. Öz-özünədir. Molekullar arası deyil. Öz-özünə disproporsiya oksidaşma reduksiya reaksiyasıdır. Səhvdir, 2-ni götürürük. Yalnız xlorun oksidaşma dərəcəsi dəyişir. Bəli, yalnız xlor dəyişir. O doğrudur. Səhv deməli yalnız 2 olacaq. D variantı. 23-də deyir ki, reaksiya tənliyində oksidaşma məhsulu ilə oksidləşdiricinin reaksiyasına hansı maddə alınır? Deməli, 23-cü sualda oksidləşmə məhsulu görək nədir? Bir də oksidləşdirici nədir? Məhsul deyəndə sağa baxacaq. Burada ümumiyyətlə oksidləşmə dərəcələrinin dəyişməsini qeyd edək. Azot -3-dən gəlib 0-a. Oksigen 0-dan -2-yə. Deməli, oksidləşmə məhsulu. Oksidləşəndə üstü artar. Üstü artan azotdur. -3-dən 0-a gəlib. Yəni, oksidləşmə məhsulu azotdur. Oksidləşdirici deməli, oksidləşən azot elementi olduğuna görə sağdakı azota oksidləşmə məhsulu deyirik. Yəni, N2 yazıram qarşısına. Oksidləşdirici nədir? İndi deyirsiniz, azot sağda oksidləşmə məhsulu, soldakı da oksidləşdirici. Xeyr, əksinə olur. Oksidləşmə məhsulu deyirik. Oksidləşmə məhsulu azot oksidləşibsə, soldakı azot reduksiya edicidir. İndi bizə amma oksidləşdirici lazımdır. Yəni, reduksiya olunan, özü reduksiya olunan. O da oksigendir. Oksigen reduksiya olunur. 0-dan gəlir -2-yə. Reduksiya olunanda burada deməli, oksigen reduksiya olunduğuna görə olacaq oksidləşdirici. Oksidləşdirici element soldakı oksigen olacaq. Yəni, bu da O2-dir.
İndi bunların reaksiyasından hansı maddə alınır? N2'nin üzərinə O2 gələndə buradan alınacaq NO. B variantı. 24-də deyir, reaksiya tənliyində oksidaşma məhsul ilə oksidaşdiricinin reaksiyasından hansı maddə alınır? Yenə baxaq. 24 demək oksidaşma məhsulu. Oksidaşma məhsulu, bura oksidaşdirici. Deməli, kürt -2-dən gəlib müsbət 4-ə, oksigen də 0-dan -2-yə. Kürt burada oksidləşib. Ona görə sağdakı üstü artır, -2-dən 4-ə gəlib oksidləşir, sağdakı SO2 oksidaşma məhsuldur. Oksidaşma məhsulu SO2. Sonra oksigen 0-dan -yə gəlib, reduksiya olunub. Reduksiya olunubsa oksigen oksidləşdiricidir. Soldakı oksigen, edici deyilən sola baxıraq. Özü reduksiya olunan oksidləşdirici olur. O da O2-dir. İndi bunların reaksiyasına SO2'nin üzərinə O2 gələndə katalizator iştirakında gedir bu reaksiya. Buradan alınır SO3. Aha, G variantı. 25-də deyir, X, Y və Z maddələrindən hansıları oksidaşma reduksiya reaksiyası ilə əmələ gəlir? Deməli, birinci buradan alınır kalsium OH2 yazıblar birinci reaksiyada. Bir də C2H2. Burada ümumiyyətlə element oksidaşma dərəcəsini dəyişmir. Karbon bax burada da -1-dir, solda. C2H2 də -1-dir. Hidrogen müsbət 1, yəni dəyişən yoxdur. Birinci deyil, yəni X deyil. Sonra Y-ə baxaq. Əlbəttə ki, Y elə bax. Burada hidrogen. Z alınanda da hidrogen. Bəsit maddələr alınıbsa reaksiyada, reaksiyaya giribsə, bəsit maddə alınıbsa, ümumiyyətlə reaksiyada bəsit maddə iştirak eləyirsə, bu %100 oksidaşma reduksiya reaksiyasıdır. Deməli, Y-lə Z-də baxmaq ehtiyac yoxdur ki, buradan nə alınır? Deyim də nə alınır, amma yəni buradan bilə bilirik. Deməli, Y-in yerində burada olacaq CO. Deməli, Z-in yerində də yenə CO. Birinci sintez qaz qarışığı əmələ gəlir ortadakı reaksiyada. Üçüncü reaksiya su qazının alınmasıdır. Hər ikisində CO-dur. İndi yəni burada əlbəttə ki, karbon da dəyişir, hidrogen də dəyişir. Deməli, həm Y, həm Z, C variantı oksidaşma reduksiya reaksiyası ilə əmələ gəlir. 26-da da həmin sualda yenə oksidaşma reduksiya reaksiyası ilə əmələ gəlir deyir. Burada da natrium bəsit. Bəsit maddə varsa biri mütləq X-dir. Digərində alınır H2SO4. Burada heç nə dəyişmir. Kürt 6 eyni qalır. Bir də Z-dir, çünki azot buradan görürük ki, müsbət 4-dür. Burada görürük ki, müsbət 2-dir. Z-in yerində nə durur? Əlbəttə ki, Z-in yerində nitrat HNO3 durur. Burada da HNO3-də azot müsbət 5-dir. Belə, yəni dəyişir bir sözlə. Deməli, burada da uyğun gələcək X-lə Z. X, Z, A variantı. %27-ci suala deyir, hansı reaksiyalarda kürt 4 oksid reduksiya edicidir? Yəni oksidləşsin. Yəni kürdün burada oksidaşma dərəcəsi artsın. Birinci deyil, çünki müsbət 4-dən 0-a gəldi. Reduksiya olundu. Oldu oksidləşdirici. Üstü artan götürməliyik. Burada da müsbət 4-dən gəlir -2 azalır. Olur oksidləşdirici. Müsbət 4-dən müsbət 6-ya gəlir. Budur. Müsbət 4-dən 0-a yenə deyil, yəni reduksiya olunur, oksidləşdirici olur. Yalnız 3. A variantı. 28-də deyir, hansı reaksiyada azot həm oksidləşdirici, həm də reduksiya edicidir. Yəni azot 2 dəfə dəyişsin. Azot, baxaq bir dənə. B variantı olacaq. Çünki müsbət 4, müsbət 5, müsbət 2. Burada ancaq azot 4-dən həm 5-ə gəlir, 4-dən həm 5-ə gəlir, həm də 2-ə gəlir. Buna görə B-dir. Yəni bunu həm də öz-özünə oksidləşmə reduksiya reaksiyası deyirik. Yəni disproporsiya. 29-da da deyir, hansı reaksiyada yenə azot həm oksidləşdirici, həm də reduksiya edicidir. Burada da azot 2 dəfə dəyişsin. B variantına baxın. Azot NH4-də -3-dür. NO3-ün içində müsbət 5-dir. N2O-da da müsbət 1-dir. Bu da əks öz-özünə kommutasiya reaksiyasına aiddir. İkisindən eyni element dəyişir. İkisindən birinə gəlir. Yəni həm -3-dən 1-ə gəlir, həm müsbət 5-dən 1-ə. 30-da deyir, reaksiya istifadə doğrudur. Baxaq bir dənə. HNO3 müsbət 5-dən, burada azot dəyişir. Müsbət 5-dən müsbət 2-yə gəlir. Bir də civə dəyişir o hez. Burada azot hələ də müsbət 5-dir. Yəni dəyişmir bu maddədə. Çünki niyə HNO3-ə baxıram? Çünki ancaq variantlarda HNO3-dən söhbət gedir. Deyir, 8 mol HNO3 reduksiya olunur. 8-in 8-i də reduksiya olunmur axı. Baxın, hələ də müsbət 5 var. 3-ü vurun 2-yə. Neçə azot var burada? 6 HNO3 duzun alınması sərf olur. İkisi 2 dənə HNO3 nə edib?
reduksiya olunub. Bu duzun alınmasına sərf olunub, reduksiya olunub. Deməli, bizim 8 mol nitrat turşumuzun 6-sı duzun içindədir. Dəyişməyibdir, duzun alınmasına sərf olunub, ikisi də reduksiya olunur. Yəni, bir faydalardan hansı doğrudur. Baxırıq ki, burada D variantına baxın. 6 mol HNO duzun alınmasına sərf olunur. Bəli. Ya da desəydi 2 mol reduksiya olunur, onu götürərdik, o da yoxdur. Və cavabımız D variantı. İndi eyni qaydada burada müsbət 5-dən azot yenə müsbət 2 gəlib. Burada müsbət 5 olaraq qalıb. Yenə burada 6 duza, ikisi reduksiyaya sərf olunub. 2 mol nitrat reduksiya olunur. B-ni götürərik bu dəfədə. Bu dəfədə digər ifadəni veribdir. 32-də deməli reaksiya tənliyi verib. Qısa tənlikdir. Bu deyir, X həm elektron vermiş, həm də elektron almışdır. Baxaq. X-in burada oksidaşma dərəcəsini tapaq. Deməli, müsbət 6 çıxacaq. Sadəcə yada salaq verəm. Deməli, X-ə X qoyuruq. Mənfi 2. X minus 8 bərabərdir. İyonun yüklə mənfi 2-yə. X də bərabərdir 6-ya. Bəli, müsbət 6-dan gəlib XO2-də də oksigenə mənfi 2 qoysaq, müsbət 4 çıxacaq. Bir də XO4 mənfidə neçə olur? Bu dəfə də XO4-ün üstünə bir dənə kənardan mənfi yazsaq. Burada mənfi 2x, buradan 7 çıxacaq. X minus 8 bərabər mənfi 1, x də bərabərdir 7. Deməli, müsbət 7-yə. Fikir verirsə, burada ancaq x atom dəyişib. 6-dan həm 4-ə gəlib, həm 7-yə gəlib. Ona görə x həm elektron vermiş, həm də elektron almışdır deyə bilərik. Bəli, doğrudur. Birincini götürürük. Sonra reaksiya turş mühitə gedir. Bəli, burada H müsbət olduğuna görə, yəni belə tənliklərdə deyir ki, H müsbət olanlar reaksiya turş mühitə gedir, o H mənfi olanda əsas mühitə gedir. Yəni ona görə ikinci də doğrudur. Sonra deyir H müsbət reduksiya edicidir. Hidrogen sağda da müsbət 1 göstərir, solda da. Heç dəyişməyib oksidaşma dərəcəsini. Ona görə yanlışdır. Doğru cavab 1-2-B variantı. İndi baxın, burada da X 2-dən 3-ə gəlib, Y4 mənfidə, Y müsbət 7-dir. O da 7-dən 2-ə gəlib. Deyir, X elektron almış, Y elektron vermişdir. X elektron alsa, çıxılar əksinə, üstü azalar. Üstü azalardı. Və X burada neyniyib? X müsbət 2-dən müsbət 3-ə gələndə 1 elektron verib. X veribdir, yəni. Y qalır. Y-də necədir? Y müsbət 7-dən gəlib müsbət 2-yə plus 5 elektron. 5 elektron qəbul edibdir. Yəni X almış yox, Y qalmış, X vermişdir. Bir yanlışdır. Sonra 2-də deyir X reduksiya edici. Bəli, X elektron verdiyinə görə oksidləşib və reduksiya edici olub. Y-də aldığına görə reduksiya olub, oksidləşdirici olub. İkinci doğrudur. Reaksiya qələm mühitə gedir. Xeyr, yenə H müsbət var. Reaksiya turş mühitə gedir. O da yanlışdır. Doğru cavab yalnız 2. B variantı. 34-də deyir, elektron tənliyi belə verilib, bir reaksiyanı göstərir. Yəni, buna uyğun reaksiyanı seçindir. Nə görürük biz burada? Görürük 5-dən gəlib 7-yə, bir də 5-dən mənfi 1-ə. Deməli, solda ancaq 5-dir. Deməli, 5-dən həm müsbət 7-yə gəlib, həm də mənfi 1-ə gəlib, yəni ayrı-ayrılıqdan. Deməli, elə bir reaksiya seçək ki, xlor burada sol tərəfdə başlanğıcda müsbət 5 olsun, sağ tərəfdə həm 7 olsun, həm də mənfi 1 olsun. Baxaq görək, deməli, burada 7 mənfi 1 elə baxın. Deməli, B variantı olacaq. Çünki xlor burada müsbət 5-dir, burada müsbət 7, burada mənfi 1. Bəli, B variantıdır. Həm də öz-özünədir də disproporsiyadır. 35-də də 0-dan 5-ə, 0-dan mənfi 1-ə. Deməli, sol tərəfdə 0 olacaq, sağda da həm müsbət 5 olacaq, həm də mənfi 1 olacaq. Baxaq bir dənə, solda 0 olsun, 5 olsun, mənfi 1 olsun. A deyil. Elə B yoxunu. Baxın, xlor 0, burada müsbət 5, burada mənfi 1. Bəli, B variantı. İndi 36-da bax, indi 34-35 disproporsiya öz-özünə. Çünki solda 1-ilə, sağda ikisinə gəldi. İndi 36-da isə əksinə, ikisindən birinə gəlir. İkisindən birinə gəlir. Həm mənfi 1-dən 0-a gəlir, həm də 5-dən 0-a. Yəni solda olmalıdır mənfi 1, həm də müsbət 5, sağda da sadəcə 0. Görək hansı uyğun gəlir burada da. Mənfi 1, müsbət 5, A deyil, B deyil, 0-dır yox, bu da deyil. Bu da deyil. Deməli, Y variantı. Mənfi 1, müsbət 5, burada da 0. Deməli, cavabımız olacaq Y variantı.
37-ci sualdadır. Hansı maddələr oksidaşma reduksiya reaksiyası ilə alınır? Birinci də X maddəsi, deməli burada alınan maddə olacaq CO plus su, bir də gümüş. Bəli, burada ümumiyyətlə görürük ki, həm karbon dəyişir, karbon burada deməli müsbət 2, CO2 alınır daha doğrusu, CO2 müsbət 2-dən gəlir müsbət 4-ə. Bəli, karbon dəyişir, gümüş də müsbət 1-dən 0-a. Bəli, oksidaşma reduksiya reaksiyası ilə alınır X. X-i götürdük. Yazıram bir dənə X. Sonra görək Y-ə baxaq. Burada alınır HCOO natrium, bir də su. Heç bir element dəyişmir Y-də. Y oksidaşma reduksiya reaksiyası ilə alınmır, yəni. Bu reaksiya həmin oksidaşma reduksiya tipli deyil, yəni. Sonra HCO natrium alınır, baxaq Y-in yerinə, həm də su yox. HCO natrium nəzərdə tutublar, üzərinə misohaşı gəliblər. Onu burada yazıram. Deməli, 37-də 3-cü reaksiyanı yazıram. Z-in alınması HCOO natrium. Üzərinə gəl misoH2. Buradan alınır natrium HCO3 plus mis2O plus H2O. Bəli, burada həm karbon dəyişir, müsbət 2-dən gəlir müsbət 4-ə, həm müsbət 2-dən müsbət 1-ə dəyişir. Bəli, Z oksidaşma reduksiya reaksiyası ilə alınır. Z-i də X və Z-i götürürük. Cavabımız Y variantı. 38-ci sualdadır. Hansı reaksiyalarda CO2 oksidaşdırıcıdır? Birincidə alınır CO, tamamlayaq bir dənə. İkincidə alınır CO, NH2, 2. Üçdə alınır maqnezium oksid plus C. 4-də alınır kalium 2CO3, bir də su. Və ya kalium HCO3 alına bilər. Bilmirəm, elə yazıram. Baxırım o nisbətinə. İndi oksidaşdırıcıdır, o demək ki, reduksiya olunur. Yəni, burada ya karbon, ya oksigen, nəsə reduksiya prosesi baş verəcək. Oksigen ola bilməz burada, çünki onsuz da minimumdur. Karbon. Müsbət 4-dən gəldi, müsbət 2-yə, bəli, biri 1-dir. Uyğun gəlir. İkincidə müsbət 4, elə müsbət 4 dəyişmir. Burada müsbət 4, 0, reduksiya olundu. Bəli, oksidaşdırıcı olur. 1-də 3. 4-də dəyişmir, müsbət 4, yenə müsbət 4. Deməli, birinin üstə karbon reduksiya olunur, ona görə CO2 oksidaşdırıcı olur. 1-3 cavabımız A variantı. 39-da yenə reaksiyanı verib, deyir, hansı ifadə doğrudur? Alüminium 0-dan gəlir burada müsbət 3-ə, oksidləşir, reduksiya edici olur. Alüminium oksidləşir, ona görə B-də səhvdir, oksidləşir, reduksiya olunmur, yəni. Oksidləşəndə də reduksiya edici olur, ona görə A da səhvdir. Tam əksini verib də, yəni. Burada oksidləşir olmalıydı, burada reduksiya edici olmalıydı. Amma C variantında alüminium oksidləşir yazır, bəli, doğrudur. Mis 2 müsbət reduksiya edicidir, deməli mis burada, onsuz doğru cavabı tapmışıq, sadəcə baxıraq. 2-dən 0-a gəlib, reduksiya olunub, reduksiya olunanda oksidaşdırıcı olur. Yəni, burada reduksiya olmalıydı, burada oksidaşdırıcı olmalıydı. D-dən Y-də səhvdir. Növbət suala baxaq. 40-cı sualda deyir ki, hansı ifadə doğrudur? Burada deməli, karbon 0-dan gəlib müsbət 2-yə. Karbon reduksiya olunur, səhvdir. Çünki karbon üstü artıb oksidləşir. Karbon oksidləşir və reduksiya edici olur. Elə D var, yəni karbon reduksiya edici. Bəli, karbon oksidləşir, reduksiya edici olur. Amma dəmirin üstü azalacaq. Dəmir reduksiya olunacaq, ona görə dəmir CO4 oksidləşdirici olur. Yəni əksin veriblər. B ilə Y-də əksin veriblər. Deyərsiniz, indi burada dəmir neçə göstərir? Dəmir burada kəsir halındadır. Dəmir 3, O4. Oksigen mənfi 2, buraya x qoysa 3x minus 8 bərabər 0-a. 3x 8-ə. 8 bölüsü 3-ə. Müsbət 3-də 8-dir. Nəsə 3-də 8-dən gəlib 0-a. Nə edib? Üstü azalıb, reduksiya olunub. Nə edici olub? Oksidləşdirici olub dəmir sodur. Ona görə qalanlar səhvdir. Doğru olan D variantı. 41-ci sualda deyir, reaksiyada oksidləşdirici 6 elektron almışsa, deməli burada oksidləşdirici reduksiya olunan, üstü azalan 6 elektron alınıbsa, deməli 6 elektron da verilib. Nəyə görə deyirəm bunu? Çünki metal burada elektron verir. Bir dənə metala da baxaq. Metal deməli burada 0-dan gəlib müsbət N deyək də. Çünki buraya N yazılıb. Müsbət N, bu N-dir. İndi 3 metal 6 elektron verir. Çünki metal burada elektronu verən metaldır. Azot da burada qəbul edir.
İndi elektron, deməli 6 elektron verilibsə, 3'ü birlikdə 6'sını veribsə, bunun birini səsin verər. Biri də verər 2'sin. Deməli 2 elektron verib metal. Metal 2 elektron veribdirsə, azotda burada 2 elektron deməli metal bir dəqiqə 6'nı 3'ə böldü 2. 2 elektron verib. Onda burada belə deyək də indeksində olacaq 2. İndeksində 2 olacaq çünki 2 elektron verir. Metal 0'dan gəlib müsbət 2'yə. Yəni N'in yerində 2 duracaq müsbət 2. Bir metal 0'dan 2'yə gəlib minus 2 elektron. 3'ü də 3 dəfə 2'nin 6 elektron. Çünki 6 elektron da almışsa. İndi deyir oksitləşdirici reduksiyonla. Onun neçə faizi reduksiya olunur? Baxaq. Deməli azotda müsbət 5'dən gəlir müsbət 2'yə. Bir dənə azota baxaq indi. Azot müsbət 5'dən gələndə müsbət 2'yə olacaq plus 3 elektron. Aha, 3 elektron qəbul olunur. Axı ümumilikdə 6 elektron alınıbdır. Ümumilikdə 6 elektron alıbsa neçə azot tərəfindən alınıbdır? 6'nı böləndə 3'ə. 2, yəni 1 azot 3'ün alıbsa 2 azot da 2 dəfə 3'ün 6'sını alar. 6 elektron qəbul olunur. Yəni deməli burada C'nin yerində olacaq 2. Çünki biri 3'ünü alanda C'nin yerində 2 durur. Biri 3'ün qəbul eləməyib. İkisi də olacaq 6'sını qəbul eləyəcək. İndi bax burada artıq azotları bildiyimizə görə B'nin qiymətinə deyə bilərik. Sağda azot nə qədərdir? Möhtərizəni açsaq, əmsalında 3'ə vursaq. Bax bu maddədə azot 3 dəfə 2'nin 6. Burada da 2. 8 azot var. Onda solda B'nin yerində 8 düşəcək. İndi 8 mol nitrat turşusu var. Onun neçə faizi reduksiya olunub? Baxıraq. 8 nitrat turşusunun 2 molu reduksiya olunubdur. İkisi 6 duzun almasına sərf olunub duzdur. İkisi reduksiya olunub. İndi 2 8'in neçə faizini təşkil edir? Onu tapıraq. 2'ni bölüb 8'ə vuranda 100'ə 4 25 faiz. Deməli 25 faizi burada nə edib? Reduksiya olunubdur. Y variantı. Sonra 42'də deyir hansı xəmlər reaksiya uyğundur? Burada NH4NO3 parçalananda alınır N2O plus H2O. Azot -3, müsbət 5, bu da müsbət 1. Həm -3'dən 1'ə gəlib, -3'dən 1'ə. Harada da 4-cü. Həm də müsbət 5'dən 1'ə. Müsbət 5'dən 1'ə. Həm də 3-cü. Deməli həm 3, həm də 4 olacaq cavabımız. Yəni prosesdə buralarda düzgün verilib belə bu şəkildədir. Deməli 3-dən 4. Yəni buradan görürük ki, əks söz özündən də ikisindən birinə gəlir. Həm -3'dən 1'ə o proses götürür, həm də 5'dən 1'ə. 43'də isə buradan N2 və su alınır. Burada azot yenə -3, burada müsbət 3, bu da 0. Həm -3'dən 0'a, həm müsbət 3'dən 0'a. Həm 1, müsbət 3'dən 0'a, həm də 2. 1, 2. 44'də deyir hansı reaksiyada xlor reduksiya edicidir. Yəni oksidləşir. Oksidləşəndə üstü artır. Xlorun üstü artsın. -1'dən gəlib 0'a. Biri 1. -1, -1 dəyişməyib B variantında. 0'dan -1 üstü azalır. Reduksiya olunur, oksidləşdirici olur. Bu da deyil. -1, 0. Bəli, oksidləşir, reduksiyacı olur. 1 də 4. 1, 4. Deyir 45'də hansı bərabərliklər doğrudur? Gəl biz bu reaksiyanı əmsallaşdıraq. Əmsallaşdıraq, sonra əmsalların bilək ki, ona uyğun münasibəti təyin edək. Deməli, mis2O plus mis2S alınır mis plus SO2. Mis burada müsbət 1. Burada 0. Burada yenə müsbət 1'dir. Ona görə yazmıram. Biri bəhs edir. Kürd də deməli -2'dən gəlir müsbət 4'ə. Gəlin qeyd edək. Mis müsbət 1'dən mis 0'a sadəcə indeksində bu 2 var. Nəzərə alaq. 1'dən 0'a gəlinə plus 1 yazarıq. Amma 2 olduğuna görə plus 2 elektron yazırıq. Kürd də -2'dən müsbət 4'ə gəlinə minus 6 elektron yazacaq. Qarşısına yazırıq 2, 6. İxtisar gedir. 1, 3. Yerini dəyişirik. 3, 1. Aha. 1'i yazırıq kürdə. Yəni 1'i yazıram həm bura, həm də bura. Misə də 3 yazmalıyıq axı. 3'ü də deməli yazacaq indeksində nəzərə aldığımız. Burada 3 yazanda 3 dəfə 2'nin 6, 2, 8 yazsaq. Oksigen bir dəqiqə, oksigen düzəlmir. Deməli mis 1'dən gəldi 0'a. 1'dən 0'a gəldi. 2 nəzərə alanda oldu 2.
Kürd də -2-dən SO2-də də 4-ə gəldi. -6. Sonra 2, 1, 3, 3, 1. 3, 1. Deməli burada bu 3'ü hara yazaq? Kürdün çünkü Kürddə 1 olduğuna görə 1'i SO2'də, mis2'də yazdıq. Yəni burada 1 yazandan sonra. Onda burada misdə 2'ni nəzərə almaq lazım. Çünki mis hər iki tərəfdə 2 var. Bu 2'ni nəzərə almasaq, almayaq. Bir dənə almasaq, yəni buraları dəyişək. Bu biraz belə qarışıq tiplərdə yerə fikirləşək tapaq. Deməli misi nəzərə almadım. Müsbət 1-dən gəldi 0-a. Olacaq +1 elektron. Kürddə də müsbət 4-ə gəldi -6 elektron. 1, 6, 6, 1. 6, 1. İndi biri burada 1. SO2, mis2'sə də 1. 6'nı da buraya yazsaq. Cəmi mis 6'dırsa, ikisi burada. Burada 1, 2 yazsaq. Deməli 4, 2. 6 mis solda olacaq. 6 mis sağda. Kürd solda 1 kürd, sağda 1 kürd. Oksigen solda 2, sağda 2. Düzəldi. İndi bir baxaq A'nın qiyməti. Mis2'da A var. A'nın qiyməti neçə oldu? Yuxarıda yazıram. A bərabərdir 2'yə. B'nin yerində 1 durur. B bərabərdir 1'ə. C'nin yerində 6'dır. D'nin də yerində 1'dir. İndi B bərabərdir 2'a görə ödənir. Xeyr, ödənmir. A bərabərdir 2B olsa olardı. Yəni birinci yanlışdır. Götürmürük. İkincidə deyir C bərabərdir 2A plus 2B. Baxaq. Bax 6 bərabərdir 2'ni 2'yə 4, 2'ni 1'ə 2, 6. Bəli, ikinci yerinə qoyanda ödənir. B D-yə bərabərdirmi? B də 1'dir, D də 1'dir. Bəli, bu da bərabərdir. A D-yə bərabərdirmi? Xeyr, A 2-də D 1'dir. Yanlışdır. Doğru cavab olacaq 2, 3. Yenə həmin tənlikdir. 46-cı sualda. Buradan alınır deməlimiz plus SO2. Artıq əmsalları bildiyimizə görə 2'dir. 1 yazılmır da yazmıram 1'i. Bu da 6'dır. İndi deyir ki, oksidaşma reduksiya reaksiyasıdır. Doğrudur. Mis2 o reduksiya edicidir. Deməli, mis burada baxırıq ki, müsbət 1-dən gəlib 0-a reduksiya olunub, oksidləşdirici olur, səhvdir. Sonra deyir ki, misin sənayedə alma sularından biridir. Bəli, bu doğrudur. Misin sənayedə alma suludur. Yəni sularından biridir. Disproporsiya tiplidir. Deməli, burada dəyişən misdir, bir də kürdür. Xeyr, molekular arasıdır. Disproporsiya deyil. Disproporsiya odur ki, eyni element dəyişir, birindən ikisinə gəlir. Sonra mis reduksiya məhsuludur. Mis burada üstü azalır. Bəli, ona görə reduksiya məhsuludur. Doğrudur. Çünki 2-dən 0-a gəlir. Doğru cavab 1, 3, 5. 47-ci sualda deyir, oksidaşma reduksiya reaksiyası üçün hansı ifadələr doğrudur? Oksidaşma məhsulu. Bir dənə qeyd eləyək. Xrom müsbət 6-dan gəlib müsbət 3-ə. Bu arada -1-dən 0-a. Oksidləşən burada xlordur, çünki üstü artıq -1-dən 0-a gəlib. Onda oksidaşma məhsulu bəsit maddədir. Bəli, sağda xlor 2-yə biz burada deyirik oksidaşma məhsulu. O da bəsit maddədir, doğrudur. Biri götürdük. Reduksiya məhsulu bəsit maddədir. Reduksiya məhsulu xromdur, 6-dan 3-ə gəlir. Xrom xlor 3-ə deyirik reduksiya məhsulu. O da ki, bəsit maddə deyil, mürəkkəbdir. Reaksiya daxil olmuş H-xlorun yarısı oksidləşib. Onun üçün geri əmsallaşdıraq. Əmsallaşdırıb deyək ki, yarısı oksidləşib, yoxsa yanlışdırmı? Deməli, əmsallaşdıranda kənarda yazıram. Hələ ki, biri doğru götürmüşük. 3-ə baxırıq indi. Burada xrom müsbət 6-dan gəlir xrom müsbət 3-ə. Plus 3 elektron. Bir də dəyişən xlordur. -1-dən 0-a gəlir. Amma bu 2 mütləq burada nəzərə alınır. Dəqiqə. -1-dən 0-a gəlir. Normalda -1 yazardıq. İndi -2 yazırıq. 2 elektron. 3, 2. Yerin dəyişəndə 2, 3. 2'ni yazırıq xroma. Yazaq bir dənə qırmızı ilə. 2'ni buraya yazırıq. 3'ü də indeksini nəzərə aldığımıza. Yəni xlor 2'yə. Burada 3 yazırıq. Qalanlarını özümüz düzəldək. Kalium solda 4'dür. Bura 4. Xlorların sayı 2 dəfə 3'ün 6, 4, 10. Bu da 6, 16. Burada bir 16 yazırıq. Suya da bir 8 düşür. Bəli. İndi 16 mol H-xlorumuz var. Deyir H-xlorun yarısı oksidləşib. Oksidləşən xlor -1-dən deməli 0-a gələn 3 dəfə 2-nin 6-sı. 16-nın 6-sı oksidləşməyi onun yarısı oksidləşib demək deyil. 16 H-xlor var, onun cəmi 6 xlor oksidləşib də 0-a gəlibdir. 3 dəfə 2-nin 6 eləyir. Yəni 6 16-nın yarısı deyil axı.
8 olsaydı deyərdik yarısı. Xeyr, yanlışdır. Reaksiya daxil olmuş oksidaşdiricinin hamısı reduksiya olunub. Reduksiya olan burada xromdur, altdan 3-ə gəlib. Bəli, xromun hamısı 2 dənə xromun ikisi də gəlib müsbətcə. Hamısı reduksiya olunub, doğrudur. Molekullar arası oksidaşma reduksiya reaksiyası deməli bəli, burada dəyişən ayrı-ayrı elementlərdir, ayrı-ayrı molekuldur. Biri xrom, biri xlordur. Ona görə molekullar arasında yoğunluğu 5-də doğrudur. Doğru cavab 1, 4, 5. 48-də deyir, oksidaşan xlor atomlarının ümumi sayı neçə faizini təşkil edir? Deməli, xlor burada müsbət 5-dən gəlib müsbət 7-yə, bir də mənfi 1-ə. Oksidləşən hansıdır? Deyək, müsbət 7-yə gələndə, yəni oxla göstərdiyim, üstü artan. Bizim deməli 4 xlorumuz var. Cəmi, solda 4 xlor var. Onun 3-ü oksidləşib, biri reduksiya olunub. İndi deyir, oksidləşən xlor, yəni 3. Ümumi xlor atomunu, yəni ümumi də solda 4-dür. 4-ün neçə faizini təşkil edir? 3-ü böyük 4-ə vuruq üzə. 75 faizini. Qırx 9-cu suala baxaq. Deməli, burada reaksiyanı bir dənə tamamlayaq. Birinci misi yazdım. Buradan alınır mis 2 nitrat, yəni mis NO2. Duru olduğuna görə NO, bir də su, H2O. Gəlin əmsallaşdıraq indi. Mis 0-dan gəlib müsbət 2-yə. Çünki əmsal lazımdır. Bizə deyir, alınan duzun mol sayı, nə bilim, elektron sayı verir. İndi 0-dan gəlib 2-yə, azotda müsbət 5-dən gəlib müsbət 2-yə. Yazırıq, mis 0, mis müsbət 2 olacaq, minus 2 elektron. 2 elektron verib. Azot müsbət 5, azot müsbət 2, plus 3 elektron. 3 elektron qəbul edib. 2, 3, 2. İndi deməli, bizə verib reduksiyacın verdi elektron sayı. Gəlin bunu mola çevirək. Bölək Avogadro ədədinə. Burada olacaq 4. Onun silmüslər gedir. 24-də böləndə 602, 4 mol. 4 mol, belə deyək, 4 mol elektron veribdir. Gəlin görək bizdə nə qədər elektron verilir. Bizdə elektronu verən misdir. Əmsallaşdırmamışaq. Əmsallarını qoyaq sonra. Deməli 3. Əmsallarını yazaq. 3 bura, 3 də bura. Mislərə 3 yazaq. 2-ni də NO-ya yazırıq. Sağda bütün azotları toplayanda 6, 2, 8 azot. Bura 8 düşür, suya da 4 düşür. İndi elektronu verən misdir. 1 mis, ikisini verib. Bizə görür 3 mis. 3-ü də 0-dan 2-yə gəlir. 3-ü də olacaq. 3 vurulsun 2, 2 elektron. 6 elektron deməli verilib. Nəyə görə onu tapıraq? Çünki cədvəldə verilən elektron sayını verib molla. Yəni Avogadro ədədinə vurulmuşdur. Sadəcə biz mola çevirdik də. Bir də alınan duzun mol sayını da soruşur. Alınan duzumuzun mol sayı, duz burada mis 2 nitrat, mis NO2-dir. Bu dairəyə aldığım duzdur. Onun mol sayı da 3-dür. Biz belə bir tənasib quracaq. Deyəcək, bizdə 6 elektron veriləndə 3 mol duz alınır. İndi orada da cədvəldə çevirmişik axı 4-ə. 4-də nə qədərdir? 4-ə dikiz. Belə bir tənasib quruq. 6 elektron veriləndə, 6 olanda, yəni alınan duzun mol sayı neçədir? 3 mol. 3 mol deməli duz alınıb burada. Bəs bu 4 elektron verilsə cədvəldə kimi nə qədər alınır? Bu da 12-nəyə 6-ya böləndə 2. Deməli alınan duzun mol sayı olacaq 2. İndi 50-ci sualda bu dəfə qatı nitratdır. Yəni tənliyimiz dəyişəcək. Əmsalımız da dəyişəcək. Mis plus HNO3 qatı. Buradan alınır mis, NO2, NO2 alınır. Bayaq NO idi, fərq oldu ki, burada bir dənə NO2 alınır. Bir də su. Mis 0-dan müsbət 2-yə, azot müsbət 5-dən müsbət 4-ə gəlir. Yazırıq ki, mis 0-dan gəlib müsbət 2-yə, minus 2 elektron. 2 elektron verir. Azot da 5-dən 4-ə 1 elektron qəbul edir. 2, 1, 2. Biri yazırıq mislərə. Biri yazılmır. Elə bilə yazıram ki, yəni 1, fisioda nəsə yazmışıq. Yəni zayint olub ora. 2-ni də azota NO2 yazırıq ki, onda sağdakı azotları toplayanda 2, 2, 4. Suya da 1, 2 düşür. Deməli, indi burada bizə reduksiyacın verdiyi elektron sayını verir. Gəlin bunu yenə mola çevirək. Bölək 6 tam %2 vurulsun 10 üstü 23-ə. Bu eləyəcək 6 mol. İndi bizdə nə qədər elektron verilib? Yenə verilən elektrondan söhbət gedir. Elektron verən misdir. Elə bircə dənə də mis var burada. O mis 2 elektron verir. Bir dənə də mis elə 2, yəni 2 elektron verilib. Alınan duzun mol sayı nə qədər? Duza baxan əmsallar 1 mol. 1 molda duz alınır. Belə bir tənasib quruq. Bizdə 2 elektron veriləndə 1 mol duz alınır.
Və sonuncu kimi 6 mol verilsə nə qədər alınar? Bu da eləyəcək 3. Deməli, cavabımız 3-dür. Bu şəkildə. Sonra deməli, 51-ci suala baxaq. Bir ion rabitəli XY2 birləşmənin oksidaşmir reduksiya reaksiyasına əmələ getdiyi məhsullar. Bu qısa tənlik şəklindədir. Məhsulları da qeyd edək. Hər birinin oksidaşmir dərəcəsini bir dənə yazaq. XY2-də ion rabitəli dediyinə görə X metal, Y qeyri-metal. Deməli, X-ə müsbət 2, Y-ə mənfi 1 qeyd edirik. Birinci solda metal yerdə, ona görə. Metal gəlib 0-a, 2-dən 0-a gəl. Y-də mənfi 1-dən, burada Y ionlarda tapmaq qaydasına görə tapsaq, müsbət 7 olacaq. Deməli, yazırıq burada. Yazırıq ki, X müsbət 2-dən 0-a gəlir. Plus 2 elektron. 2 elektron qəbul elədir. Y 2-dən olduğuna görə 2Y mənfi 1-dən 2Y müsbət 7-yə. Normalda minus 8 yazardıq. Minus 16 yazacaq. Çünki 1Y 8-in verirsə, 2Y 16-sını verir. İndi burada bizə deyir ki, XY2 birləşməsinin bir molekulunun oksidaşmir reduksiya reaksiyasında ümumilikdə verdiyi və aldığı elektron sayının fərqini hesablayın. Deməli, fərqini hesablayanda 2 elektron qəbul olunub, 16 elektron verilir. Biri 2-dir, biri 16-dır. Fərqini tapacaq. 16-dan da 2-ni çıxırıq 14. Birdən deyirsiniz, bu mənfi 16-dır. Bu mənfidir, söhbəti yoxdur burada. Nə mənfi, nə müsbət. Belə yanaşmır da. Bu saydır da. Say necə mənfi olsun? Yəni, deyir ki, 2 elektron alıbdır, 16 elektron veribdir. 16-sı verilib, 2-si alınıb. Fərq nə qədərdir arasında? 14. Yəni, bu çıx yazırıq, yəni vermək mənasına çıx yazırıq. O demək deyil, mənfidir. Deməli, cavabımız olacaq 14. Sonra gələk 52-ci suala. Burada yazırıq miso plus NH4 xlor. Mis xlor 2. N2, bir də su. Gəlin də əmsallaşdırıq bunu. Mis müsbət 2-dən gəlir 0-a. Azot mənfi 3-dən 0-a. Mis müsbət 2-dən 0-a gələndə plus 2 elektron qəbul edir. Azot indeksində 2 var, sağda N2 nəzərə alırıq. 2 azot mənfi 3-dən 2 azot 0-a gələndə normalda minus 3 yazardıq. 2 azot olduğuna görə minus 6 elektron qeyd edirik. Deməli 2 6 ixtisar gedir. 1 3 yerini dəyişirik. 3 1. Biri azota yazırıq, indeksində 2 olana. Azotunkudur o. Onda sağda 2 azot var ümumilikdə. Burada bir 2 yazırıq. Onda orada 2 yazanda xlor axı solda 2 oldu. Sağda da 2-dir. Onsuz da sağda da 2-dir. Bura 1 yazıram ki, yəni oraya heç bir rəqəm yazmamalıyam. Hətta suyun da əmsalını artıq deyə bilərik ki, suda deməli NH4-də 8 hidrogen var. Suya da bir 4 yazsaq da 8 olar. Suda 4 olanda oksigen 4 olur. Ona görə misoya bir 4 düşür. İndi bu 3 ara yazılır, əlbəttə ki, bu misə. Hə, 0-a gələn misə. Yəni 2-dən 0-a gəlibdir. Reduksiyonlan odur. İndi hər birinin əmsalı artıq sağda da 4 mis var, solda da bərabərdir, yəni. İndi bizdən istədiyi nədir? Deyir, oksidaşmir reduksiya reaksiyası tənliyində misin və mis-2 xlorun əmsalları cəmini müəyyən edin. Misin-ki 3-dür. Yazıram 3 plus. Mis-2 xlor, yəni mis xlor 2-nin də 1 də əmsalı. Bunları da toplayanda eləyəcək 4. Deməli, cavabımız olacaq 4. Sonra digər reaksiya. Bunu onsuz əmsallaşdırıblar. Bayaq biz də yazmışdıq. Reaksiya daxil olan nitrat turşusu neçə faizi reduksiya olmuşdur? Aha, elə bunun üzərinə baxan 53-də. Üzülür, sayı zəng gəlmişdi deyə dayandırmışdım. Deməli, 53-də bizə deyir ki, reaksiya daxil olan nitrat turşusu neçə faizi reduksiya olmuşdur? Deməli, nitrat turşusunda azot burada müsbət 5-dir, NO-da da müsbət 2-dir. Burada yenə müsbət 5-dir. Yəni, burada dəyişməyib duzun içində. Amma NO-da dəyişib reduksiya. Yəni, reduksiya məhsulu budur. Reduksiya məhsulu. İndi bizim 8 mol nitratımız var. Onun 3/2 6. 6 azot buradadır. Duzun alınmasına sərf olub. Amma ikisi reduksiya olunubdur. İndi neçə faizi reduksiya olunub? Yəni 2 8-in, ümumi 8-də ikisi reduksiya olunub. 2 8-in neçə faizini təşkil edir? 2-ni bölürük 8-ə vururuq 100-ə. 25%. Bu oldu 53-ün həlli. İndi 54-də də eyni qaydada sulfat turşusundan söhbət gedir. Burada da deməli düşür müsbət 6-dan. Bransiləyə artıq. Müsbət 6 da hələ də dəyişməyib, amma mənfi 2-dir. Deməli 5 mol sulfatımızın 4-ü duzun alınmasına sərf olunub. Biri reduksiya olunub. Neçə faizi reduksiya olunub? 1 5-in neçə faizini təşkil edirsə o. Ümumi 5-dir. Biri bölürük 5-ə, vururuq 100-ə. Bu eləyəcək 20%.
Sonra deməli 55-ci suala baxaq. Lövhədə yazaq. Deyir, bərabər həcmdə götürülmüş hidrogen və azotun qarşılıqlı təsiri zamanı reaksiyanı bir dənə yazaq. Azot və hidrogen. Buradan alınır NH3. Və bizə deyir, bərabər həcmdə götürülmüş. Normalda yəni 1,3-dür. Əvvəlcə biz reduksiya edici oksidaşdırıcı hansısa bir dənə qeyd edək. Azot burada 0-dan gəlir -3-ə, hidrogen 0-dan -1-ə. Reduksiya edici oksidləşəndir hidrogen. Bax, reduksiya edici, bax, dairə aldığımdır. Çünki 0-dan 1-ə gəlir, üstü artır, oksidləşir, olur reduksiya edici. İndi deyir ki, reduksiya edicinin 60% reaksiya daxil olursa, hal-hazırda məsəl üçün, bu əmsalın onun daxil olan, yəni 3 ilə sərf olunub da, deyək ki, 3 mol daxil olub və bu 60%-dir. Yəni 60% 3-ə uyğun gəlir. Bu bütöv neçə olub ki, yəni 100% neçə olubdur? X. Bu da olacaq 5 mol. Deməli 5 mol olub ki, onun 3-ü gəlib, belə deyək. Üstünə yazırıq 5. Hidrogen 5 mol olub. Bərabər həcmdə dediyinə görə azotda da 5 yazırıq. Deməli azotda 5 olub. Onun da 1-i sərf olub, belə deyək. Altdakılar sərf olunan kimi görürük. O yəni nisbətdə sərf olunur axı. Burada da 5-in 1-i sərf olunur. İndi oksidləşdiricinin neçə faiz artıq qalır? Oksidləşdirici də burada azotdur. Reduksiya olunur üstü. Oksidləşdirici sayılır. Azotda 5 molun 1-i sərf olunur. Neçəsi qalır? 5-dən 1-ini çıxırıq. 5 çıxılsın 1, bərabər 4 n2 qalır. İndi neçə faizi qalır? 4 5-in neçə faizini təşkil edir? 4-ü 5-ə bölüb vururuq 100-ə. Eləyəcək 80%. Deməli 80% artıq qalır. Sonra deməli 56-cı suala baxaq. Burada oksidləşmə dərəcələrini gərək qeyd eləyək. Kürtlərin 0-dan gəlib -4-ə. İndi birinci elə bunu deyək də 0-dan 4-ə gələndə oksidləşir, olur reduksiya edici. Amma edici ilə danışmır da, burada elə oksidləşirmi, reduksiya olunurmu, o qeyd olunub. Deməli, kürt 0-dan 4-ə gələndə üstü artır, oksidləşir. 1-ə A. İkinci də 0-dan gəlir həm -2, həm də -4-ə. Həm oksidləşir, həm reduksiya olunur. -2 gələndə reduksiya olunur, -4-ə gələndə oksidləşir. Deməli, 3-ə götürəcək B-ni. C-də 0-dan gəlir, metalların yanında minimum olur da -2. Üstü azalır, reduksiya olunur. 2-yə götürəcək, deməli, C-ni. D-də -4-dən gəlir -4. Heç dəyişmir. D heç birinə aid deyil. Ümumiyyətlə, oksidləşmə reduksiya reaksiyası deyil. Y-də -4-dən gəlir -6-ya, üstü artır, oksidləşir. Bəli, Y-ni də götürəcəyik 1-ə. Deməli, olacaq 1-ə A-Y, 2-yə C, 3-ə B. Əli 7-də bizə deyir ki, oksidləşdirici maddə hansıdır, onu müəyyən etməliyik. Dəmir burada -2-dən gəlir -3-ə. Oksigen də -1-dən -2-yə. Və dəmir 2-dən 3-ə gələndə oksidləşir. 2-dən 3-ə gələndə oksidləşir, amma reduksiya edici olur. Deməli, dəmir OH2-ni götürə bilmərik. Dəmir OH2 reduksiya edici olur. Burada amma H2O2-də oksigen -1-dən gəlir -2-yə, üstü azalır, reduksiya olunur. Olur oksidləşdirici. Bəli, oksidləşdirici birinci reaksiyada H2O2-dir. Yəni, 1-in qarşısına, aşağıda yazırım, 1-ə B. Sonra, digər reaksiyada NO2-də azot -4, kür burada -4, burada -6, azot -2. Oksidləşdirici, yəni reduksiya olunan, üstü azalan hansıdır? Azotdur, 4-dən 2-yə gəlir. Deməli, NO2. NO2 olacaq oksidləşdirici maddə, çünki reduksiya olunur. 2-yə NO2, 2-yə D. Sonra digərində, -4-dən -5-ə gəlib azot, oksigen 0-dan -2-yə. Oksidləşdirici dedik, reduksiya olunur, üstü azalan. Bu dəfə oksigendir, 0-dan -2-yə gəlib, üstü azalıb, O2. Yəni, soldan götürük də ancaq Y variantı, 3-ə də Y. 58-ci sualda deyir, Lebedev reaksiyası üçün uyğunluğu müəyyən edin. Lebedev reaksiyası üzvü kimya aid olan bir reaksiyadır. Yazaq. Deməli, C2H5OH. Və burada oxun üstünə yazılır 425 dərəcə, sink oksid, alüminium oksid maddələrin, bunların katalizatorlarında, yəni iştirakında. Buradan alınır C4H6 plus H2 plus H2O. Divinin alınması. Burada deməli 2 mol buraya yazılır, 2 mol da suya yazılır. Deyir, bəsit maddənin əmsalı. Bəsit maddə hidrogenin əmsalı da 1-dir. Deməli, 1-ə A. Suyun əmsalına 2 düşür. Deməli, 2-yə B. Bütün əmsalların cəmi. 2, sonra 1, sonra 1, sonra 2. Hamısının əmsalını toplayasaq, bu da eləyəcək 6. 3-ə də Y variantı.